Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Yanvar ayının 5-də növbəti videoda sizlərlə birlikdəyik. Axşama qədər aram qar yağıb. Yolun kənarında Yemişan İtfırnış yolları yağan qarı tutub saxlayıb. Möhtəşəm, müthiş bir görüntü var. Mən də bu görüntüləri qeyd eləmək üçün çətin olsa da bu işə girişdim. Çünki telefonun tutacağı qırılıb, bir əlimdə telefon, digər əlimlə də maşını idarə eləməyə çalışıram. Əgər surətlər qutusunda bir iş görməyəcəmsə, çətinlik yoxdur. Ətraf çox da uzaq məsafə görsənmir. Havada çən də var, ancaq ağaçlar elə gözəl qarı tutub saxlayıblar ki, rəssam da belə görüntü çəkə bilməz. Dünyanın bütün rəssamları yığılsa bir kolun üstündəki görüntünü belə çəkə bilməz. Yol hələ də çürünməyib. Təkərlə hiss almışıq yola, çürünməyinə ehtiyac da yoxdur. Təkərlər qarı tapdalayıb, sökəklərə doldurub asfalt kimidir. Ləngər zat azalıb. Külənsə istər-istəməz daşqaya da çıxacaq yerdən kələk ötür olacaq. Çox da aşağı sürətlə getmirəm. 30-40 ilə getmək olur. Sürətlər qutusunda bir pilləni də yüksəltmək olar. Çünki maşına da arxayına, özümə də, təkərlərə də. Qarşıdan maşın gəldiğine yol vermək məcburiyyətində qaldım. Yolun kənarına taplanmayan yerə çıxdım. Təhlükəlidir, yola qayıtmaq çətin olar. Nə qədər təkərlər, rezin maşınımızda niyə olsa da qarın hündürlüyü 30-40 oldu. Kənara çıxırsan təkərin yeri tutuşu azalır, minimuma yenir, bu qısabat eləyir, çıxa bilmir geri. Tutunacaq bir şey olsun, bir zəmin olsun. Ayazlı şaxtalı bir qış axşamı 7 yoldaş olub, yola düzəldik. Ulduzlar havanın bağrını dəlir. Qayalı dağlardan duman yüksəlir. Xəyalım gecəni salama gəlir, çapdırır atını birbaşa dünya. Hava hələ ki açılmağın deyil. Bilməm görüntümüz nə səviyyədə olacaq, şübhəsilə də Qarabalov düzgün işləmir, elə bildim. Motor yanıb. Ancaq qolu xarab olmuşmuş, biraz zəhmət çəkib bağlamışam yerinə. Biri digərinin paralel səviyyədə işləmir, gedib ilişir. Hərdən işlədirəm ki, qarşı tərəfi görə bilim. Sağ olun hörmətli izləyicilər, növbəti videolarda qismət olsa görüşərik, kəstirmə yoldan gedəcəm. Salamat qalın.